Davam edir. Bu oldu neçə? 107. Neçə? 108-ə baxır. Katetləri 3-4 olan düzbucaq tabi PT'nizə çəkilən median. Uşaqlar, katetlər 3-ün 4-ə nisbətidirsə, PT'niz neçə K olur? 5. Bəli. 3K, 4K, 5K. Düzbucaq təpə PT'nizə çəkilən median. Medianımız PT'nizin yarısıdır. PT'niz nədir? Median 2x sağ 2-dirsə, PT'nizi neçə verir? 3x üstəgəlsin 2. Bayaqki kimi median PT'nizin yarısıdır. Deməli biz medianı 2-yə vursaq, yəni 2-ni 2x sağ 2-yə vursaq, bərabər olar nəyə? 3x üstəgəlsin 2-yə. Düzdür? 4x Bərabərdir. 3x üstəgəlsin 2-yə. 3x keçdə 4x-in yanına çıxılır 2x. Mənfi 4 də keçir sağ tərəfə toplanır 6. X-i 6 tapdıq, düzdür? Hələ biz x-i 6 tapmışıq. 5K bərabər 20K bərabər 4. 5K bərabər 30 edir. K neçə? Yox, bəli, düz deyirsən. X-i biz 6 tapışıqsa, PT'nizimiz neçə olur? 3-6, 18, 2-20. Eyni qayda ilə 5K'mız da 20-sə, K'mız neçədir? Onda katetin bir neçə olur? 12. Bu birisi neçə olur? Daxilə çəkilmiş üçbucağın radiusu üçün sizə belə bir düstur yazmışdım. Ay sağ ol. A-nı 16 tapdıq, B-ni 12 tapdıq, C-ni 20 tapdıq. Onda bölü 2'ye. 8-i də 2-yə bölsək neçəyə? Radiusdur. Bilirsiniz də biz hardan tapdıq o tərəfləri? 12, 16, 20-ni katetləri. Elə? Əla. Sonra davam edək. Deyir, qalığımız qalmaz. 118. Eləm 18-ə qədər qalığımız yoxdur ki. Deyin, Həsən, qalığımız var, qalmasın. 17-yə qədər qalığımız yoxdur ki. 11, 12 yaxşı. Oturacağa bitişik bucaqlarından biri 70 olan. Həsən, bərabər yanlış bucaq veribdir. Oturacağın bucaqlarından biri 70 isə, o birisi neçədir? Cəmi neçə elədi? Ondan yuxarı nə qaldı? Bəli, 40. İndi də deyir ki, oturacağına bitişik bucaq, təpə bucaq 15 dərəcə böyükdür. 15'də təpə bucağına. Bax, gəlin belə edək. Təpə bucağı x-dirsə, bəli. Yox, niyə yorularsın? Bəli, afərin. Toplasaq 3 dənə x var. 3x üstə gəlsin 30. Bucağın bucaqlarının cəmi 180-dir. 3x bərabərdir 150. X bərabərdir 50. Bizdən nəyi soruşur? Bu bucağın təpə bucağını tapın. Amma aşağılar x olur, yuxarıda x. Onda sən məcbursan x çıxaq 65 tapıb 15 çıxasın. Cavab da alınır. Fərqli cavab alınır. Bax, ay etirəm. Sən dediyini mən bilməm nə demək istəyirsən. Bax, tutaq ki, sən buralar mən x demişəmsə, elə? Hə, düzdür. Fərqi yoxdur. Sən dediyin üsulla mən bura x deyib, yuxarını x çıxaq 15 desəm. Bizdən təpə bucağı soruşur da, məcbur x-dən 15-i çıxaq. Onda x-i 65 tapacaq. 65-dən 15 çıx deyəcək 50-dən. Neçə demişik? Qalmasın, hələ deyiləm. 1-1. 17, qalığımız 17-sə baxaq. Yan tərəfi 4, bucaqlarından biri 120 olan bərabər yanlış bucağın oturacağına çəkilmişimdir. Gəlin baxaq. Bərabər yanlışsa o bir tərəfdə 4-dür. Bəli, bərabər yanlışsa bura 4-dürsə, bura da 4 olur. Uşaqlar, təpə bucağı 120-dirsə, oturacağındakı bucaqlar neçə dərəcədir? 60. İkisinin cəmi 60-dırsa, hər bir nə qalır? 30. İndi gəlin belə eləyək. İkisidir də deməli. Mən ikisidir. Hündürü çəksən. Burada bir dənə düzbucaqlı bucaq gördük. Düzbucaqlı bucaqda 30 dərəcə qarşısında duran katet. PT'nin yarısına bərabərdir. Onda elə hündürlüyü neçədir?
Əgər bizdən oturacağı soruşsa, bir dəqiqə səbirli olun. Oturacağı sor, bura 30-dursa, burada 60 dərəcəli bucaq yaranır. Bu da 60-dır, bu da 60-dır. 60 dərəcənin qarşısında duran katet digər katetin, yəni bu 2-nin kökdə 3-üdür. Olur 2 kökdə 3. Bura 2 kökdə 3-dürsə, bərabər yanlış bucaqda çəkilən hündürlük həm də mediandır, həm də tənböləndir. Onda bura da 2 kökdə 3 olur. Onda ümumi oturacağı neçə olar? 4 kökdə 3. Yaxşı? Aysə. Sonra 18 18 bərabər deyil, yoxsa? Dəb küsaldı yoxsa yox? Bərabər yanlış bucağın oturacağına bitişik bucaqların cəmi təpə bucağından 80 dərəcə böyükdür. Bax, bərabər yanlış bucaq çəkək uşaqlar. Aşağılar x-dir, yuxarıda x. Bir dəqiqə səbir olun. Oturacağına bitişik bucaqların cəmi, deyək ki, alfadırsa, təpə bucağından 80 dərəcə böyükdür. Onda bura 2 alfa çıxar 80. Bucağın bucaqlarının cəmi neçə dərəcədir? 80. Bucağın biri alfa, ikincisi alfa. 2 alfa, 4 alfa. bəli. 4 alfa çıxar 80 bərabərdir 180. 4 alfa da bərabərdir 100. Niyə? Mənfi 80-dir. Keçir müsbət olur. 260 olur. Alfa da bərabərdir. Neçə düşür? 65. Təpə bucağı soruşur. 2-ni 65-ə vururuq. Bunu özü soruşmuşdun sən deyəsən. 130-dan da 80-i çıxanda 50-si qalır. Sonra qoşulmaz bizə. 121. Neçə? 121-ə baxaq. Gəlin uşaqlar, bir dənə üç bucaq çəkək. Medium. Bir üç bucağımızı çəkə bilsək yandır. Bax, bir dənə də nə verirdi bizə? Bir dənə buradan paralel diskat çəkir. Paralel diskat. Bildik ki, burada nə yaranar bizim üçün? Parallelogram. Birində belə çəkir. Bax, burada görürsünüz, laf bunu qırmızı xətlə göstərir. Görürsünüz, burada yaranan nədir? Parallelogram. Bərabər tərəfli üç bucaqdırsa, uşaqlar, bütün tərəflər bir-birinə bərabər. Gəlin, bax, bura x deyirəm, bura y deyirəm, düzdür? Bərabər tərəflidirsə, buradakı bucaqla, buradakı bucaq bərabərdirsə, eyni qayda ilə bu düz xətlə də bu paraleldir deyəm, burada alfa. Artıq burada bərabər yanlı olduğuna görə, bura y-dirsə, burada y. Eyni qayda ilə bura x-dirsə, burada y. Artıq burada nə yarandı? Parallelogram. Uşaqlar, bu x ilə y-in cəmi, bax, bu x ilə y-in cəmi bizə işbucağın tərəfini verir. Parallelogram perimetri 24. Parallelogram perimetri hansı üstündən hesablanır? X plus y, bura 2. 24 isə x plus y neçə olur? 12. Bizdən elə x plus y soruşur da, tərəfi soruşur. İşbucağın tərəfi neçədir? Deməli, a bərabərdir x plus y-ə, o da bərabərdir 12'ye. 12. Oldu. Sonra neçə? Ama için uzunluğu tərəfə bərabər. Bərabər tərəfli üçbucaq. Uşaqlar, sizə belə bir düstur yazmışıq. Median bərabərdir hündürlük, bərabər tərəfli üçbucaq. O da təmin. A kökdə 3 bölünsün. Görürsən, medianın verib 6 kökdə 3. Deməli, bu m-in yerinə 6 kökdə 3 yazıramsa. Yox. Tərəfi verməyib, medianı verib. 12 burada A. Kökdə 3-lər ixtisar getdi. Sən bunun məxrəci 1-dir. A-nı 1-ə vursaq. A bərabərdir. 2-ni də 6-ya vuranda. Elə bizdən tərəfi soruşursa, neçədir? 12. Sonra 23-ü yazmışıq. Niyə sizə dünən düstur dedim? Belə dedim ki, uşaqlar, bu yazmadıq, sizə deməmişik. Bərabər tərəfli üçbucağın daxilinə çəkilmiş çevrənin radiusu üçün kiçik yer nəyə bərabər idi? A bölünsün 2 kök altda 3 yazmamışdı. Tərəfi də 6 verib da. 6 bölünsün 2 kök 3.
Hər tərəfi də kökdə 3-ə böləndə belə bir ixtisar edirəm. Bir dəfə 3 dəfə. 3 böl kökdə 3 qoşmasına vursam Kökdə 3 kökdə 3 bölünsün 3. 3-lər ixtisar getdi. Nə qaldı? Kökdə üç. Kökdə 3. Bəli. 24. Devam edək görək. Sonra neçəyə baxırıq? 32. 24 deyək. 24. Yazır. Medianları cəmi 54-dür. Onda bir dənə median nədir? 18. Ay su. Deməli üçbucağın medianı 10. Medianların kəsmə nöqtə hər hansı bir təpə nöqtəsinə qədər məsafə. 12. Üçbucağın medianları bir nöqtədə kəsişir. 2 bölü 1 nisbətində. Kəsişmə nöqtəsində Yarıya bölü. təpədən başlayaraq 2 böl 1 2K 1K. 1K. Ümumi 3K-mızı neçə tapışdıq? 18. Onda K-mız neçədir? Bu da təpədən olan məsafəni soruşursa 2K-dır. 12. Bəli, 12. Desəydi tərəfə qədər məsafəni tapın. Kəsişmə nöqtəsindən tərəfə qədər məsafə desəydi elə K-nı götürərdik. Yaxşı? Amma kəsişmə nöqtəsindən tərəfə qədər perpendikulyar çəkəndə artıq bu onsuz da bərabər tərəfli üçbucaqdır da. Bu həm hündürlükdür, həm də mediandır. Üçbucaq bərabər tərəfli olmasaydı, bax uşaqlar, belə bir məsələ işləyək. Bax tutaq ki, bir dənə müxtəlif tərəfli üçbucaqdır elə. Bunların medianları bax gəldi, burada kəsişdi, müxtəlif tərəfi də. Desək ki, medianların kəsişmə nöqtəsindən oturacağa qədər məsafəni desək, görürsüz, bu artıq buradan bura nə çəkməliyik biz? Perpendikulyar. Bəlkə bərabər tərəfli üçbucaq idi deyər. Onsuz da çəkilən median həm də qarşı tərəfə nədir? Perpendikulyar. Ona görə o məsafə fərq edir. Amma müxtəlif tərəfli olsa fərq edir. Yaxşı. Görsən bax bu üçbucaq bərabər tərəflidir. Bu çəkilən tənbölənlər, medianlar həm də nədir? Hündürlükdür. Hündürlükdür. Görsən bunu. Amma üçbucaq müxtəlif tərəfli olsa, görsən bu mediandırsa, bu nöqtədən çəkilən hündürlüyə baxın. Hündürlük bu olur. Eyni olur. Yaxşı? Ay. Sonra necə? 32 bərabər yanlış üçbucağın yan tərəfinə çəkilən median 10 sm bax. Bərabər yanlış üçbucaq çəkər. Yan tərəflər bir-birinə bərabərdirsə, oturacaqdakı bucaqlar da bərabər, düzdür? 132. Yan tərəfə çəkilən median 10 sm olub, bax bura 10 sm olub. Oturacaqla 30 dərəcəli bucaq əmələ gətirir. Medianların cəmini tapır. Onsuz bilirik ki, bu 10 sm-dirsə, bax buradan çəkilən, oturacaqdan çəkilən medianların ikisi də bir-birinə bərabər. Düzdür? Amma təpə nöqtəsindən çəkilən median 10 olmayacaq, başqa ədəd olacaq. İndi uşaqlar, ümumi median nədir? 20 hazırdır. Ümumi median nədir? 10. Bu hissə nə olur? Bax medianı bax buradan buraki qədər hissəsi nə olur? 5. Onun hansı hissəsidir? 3də 1'i. 3də 1-dir. Bəli, 3-dən 2-si. Ümumi axı 3 paydır. 2-si. Deməli, belə deyək də, A-dan O-ya qədər məsafə nə olur? Onun 3-dən 2-si də. O da bizə neçə edir? 10-da 20. 10-u 3-də 2-yə vursaq, ixtisarımız getmir də, düzdürmü? 10-la ixtisar getmir ki 3. Onu sürətə vuruq. 20, məxrəcdə də 3. Aha, indi oldu 10-da 20. 3-də 20. İndi uşaqlar, burada bir dənə balaca düzbucaqlı üçbucaq görürsünüz siz. Baba bu qırmızı ilə işə. Bax burada düzbucaqlı üçbucaq görürük elə. Neçə dərəcə var orada? 30 dərəcə var. 30 dərəcə qalsa 60-da yuxarıdır. Bura 30 dərəcədirsə, 3'də 10 olur. bura yuxarı 60 dərəcə olursa, ora lazım deyil bizə. Lazımdır bura. 3-də 20-nin yarısı neçədir? Bura 3-də 10-dursa, bura neçədir? Onda bu median neçə oldu? 3-də 30. Elə 3-də 30'umuz bizə nə verir? Bu medianda 10 oldu.
Onda 3 median 3 ilə bərabərsə bu bərabər tərəfli üçbucaq. Medianların cəmini soruşsa 10 üstə gəl 10 üstə gəl 10 neçədir? 30. Deməli 3 dənə medianın 3-ü də bərabərsə bu üçbucaq bərabər tərəfli. Bərabər tərəfi də bərabər yanlıqdan da belə yazılır. Bəli, üstə. Bərabər tərəfli üçbucaq bərabər yanlıdır. Amma bərabər yanlı bərabər tərəflidirmi? Ola bilər. Amma həmişə bərabər yanlı bərabər tərəfli deyilmir. Ondan sonra belə bir xassiyyət deyə bilərik də biz. Oturacağındakı bucaq, median oturacaqla 30 dərəcəli bucaq əmələ gətirirsə, median üçbucaqla 30 bərabər yanlı üçbucaqdan ha. Onda bu üçbucaq hansı üçbucaq olur? Bərabər tərəfli. Bax, deyək ki, bura 30-dursa, bura nə deyirəm bir dənə? Buna da bir dənə. Bura da 30 olur, deyilə. Onda bura neçə dərəcədir? 120. 120 dərəcədirsə, bura nədir? 60 dərəcədir. 60 dərəcədir. Orada 120, orada 60. Hara 60 olur ki, yaxşı. Bura neçə dərəcə olur? Mən 60-dırsa ora 120 olmalıdır. Çünki 60-ı bölsək. O da bildik də. 120-nin qonşusu bildik 60-dır. Onda gərək biz burada alfa deyək. Burada alfa deyək. Bərabər tərəfli Onda bura nə olur? Onda bura nə olur? 60 plus alfa. Üçbucağın xarici bucağı. Bucağın xarici bucağı özünə. Oradan alfaları hesablasaq, alfanın da təbii ki 30 dərəcə. Elə alfa da 30, aşağısı da 30. Onda ümumi neçə dərəcə olur? 60 buradır, 60 bura tapırsa, onda təpədəki bucağı da neçə taparıq? Eyni qaydanı yuxarıdakı bucağı da 60 tapacağıq ki, bu üç bucaq bərabər tərəf. Yaxşı? Demir də, biz tapdıq ki, bərabər tərəf. Bərabər tərəfli desəydi, əvvəlcədən işimiz asan olur. Otuz üçə baxaq. Bir dənə üç bucaq çəkək belə. Sonra buradan bir dənə belə bir dənə xətt çəkdik. Yazaq A, B, D, C. Deyirəmi? Bura neçə dərəcə verir? 40 dərəcə. AB AD-yə, o da DC-yə. AB-miz AD-yə, o da DC-yə. Bax, bura A-dırsa, burada A-dır, burada. 40 dərəcə. ACD bucağını tapın. ACD-ni. Bizdən bax, buradakı bu alfanı soruşur. Uşaqlar, bura 40 dərəcədirsə, AB ilə AD bərabərsə, buralara neçə dərəcə qalır? 180-dən 40-ın çıxar. 140, 70. Bəli, burada 70-dir. Burada. İnşallah, bura 70-də, bura nə qalır? Görürsünüz, bu üçbucaq, baxın, bu üçbucaq da bərabər yanlıdır. Baxın. Bax, bu üçbucaq. Təpə bucağı 110-dursa, nə qalır? 70. Onda 35 bura, 35 də bura. Deməli, bucağımız 35. Oldu? Sonra AD tənbölən DAC. Bu baxaq görək uşaqlar. Neçə dərəcədir o bucaq? 15. Bura 15 dərəcə. Bu da tənböləndir. Alfa. Bura nədir? Alfa. DAC bucağını tapın. B, D, C, A. İndi uşaqlar, gəlin biz verilənlərlə görək nəyi tapaq. Bir də tərəf verib də, BD AD-yə bərabərdir, eləmi? Buranı bərabər verir. Uşaqlar, bax, bura neçə dərəcədir? Alfa. Bura neçə dərəcədir? Uşaqlar, bu bucaq, bax, buradakı bucaq, xarici bucaqdır. Özünə qonşu olmayan iki daxil bucaq nə idi? Onda bura nə olur? İndi bura alfadırsa, bərabər yanlıdırsa, burada alfa olur. Çünki bu 3 alfa plus 15 bərabərdir 180. 55 qalır, düzdür? Bizdən D, A, C-ni soruşur. D,
AC elə DAC-miz də bizim üçün nədir? Alfa da bu bucağı soğuk. A bucağı soğukdur da bu. Alfada 55 tapır. Buralar bərabər olduğuna görə mən bu tutacaqları bəlibə. Bəli, baxın. Bura alfa plus 15 oldu mu? Görsən AD ilə BD bərabərdirsə, onda alfadırsa bura da alfadır. 3 alfa plus 15 bərabər 180. Yox da 15 bura alfadır. Oldu. Sonra 30 bərabər yanlışsan yan tərəfi 4 santimetrdir. Bərabər yanlış bucaq çəkək görüm. Yan tərəfi 4. Orada da 4. Yan tərəfə çəkilmiş median 3'dür. Yan tərəfə çəkilmiş median 3'dür. Üstdən oturacağını tapın. Uşaqlar bax, bura nə deyək bizim üçün? Bir dənə A deyək, ya C deyək, ya A deyək. Medianlar düsturu ilə də tapa bilərik. Bu görək əlavə hər hansı bir düsturumuz köməyə gələrmi? Median isə bura nədir? 2, bura 3. 2, 3, 4-dürsə, eyni qayda ilə də bura 2, 3, 4-dürsə. Amma bu aralarındakı bucaq məlum deyil, eləmi? Yaxşı. Hansı tərəfə çəkmişik biz medianı? 4 olan tərəfə çəkmişik, düzdür? Bu 2 kənarda yazılmışdır. Deməli 4 olan tərəfə çəkmişiksə, 4-ün kvadratı bərabərdir. 2-də 1 vuraq, onda gərək 4 bərabər yazaq. Çünki bizim belə bir düsturumuz var, bax. MC bərabərdir. 2-də 1 vuraq, kök altında 2B kvadratı çıxar. Hansı tərəfə çəkmişiksə C olacaq. Düzdür? Gəlin bax bunu burada yazaq. Bəli, çəkilən tərəfi çıxır. Uşaqlar. MC-miz medianı neçə verib? 3. 3 bərabərdir. 2-də 1 vuraq kök altında. Digər tərəflər. 4-ün kvadratı üstə gəliniz. Yox, 4-ün kvadratı yox. 4-ün kvadratı yazmayaq da. 2 vuraq A kvadratı daxil. 2 vuraq 4-ün kvadratı. Üstə gələk 2 vuraq A-nın kvadratı. Çıxaq C-nin kvadratı. 4-ün kvadratı. Elə. Hər tərəfi kvadratda yüksəltmək. Gəl bu hər tərəfi 2-yə vuranda bura neçə olacaq? İndi kvadratda yüksəldək. 4-ün kvadratı neçə eləyir? 2-yə vuranda 32. 32-dən də bu 16-sını çıxsa nə qalacaq? 16. 16 üstə gələk 2A kvadratı bərabərmi 6-nın kvadratı? Buradan 2A kvadratı bərabərdir 36. A kvadratı bərabərdir. Ona 36 sağ 16 yazaq, yaxşı. A kvadrat 20-ni də 2-yə böləndə 10. Onda A kvadratı 10-dursa A kökdə 10-dur. Elə cəhətə yoxdur ki. Aysa. Deməli tərəf oldu neçə? Kökdə 10. Medianın düsturu. Qeydimizi gör. Görünür. Yaxşı, bunu böyüdək yazın. Görünmür təbii. Söz yaxşı. Da mən bir əti yazdım da orada hər tərəfi 2-yə vurdum, 2-ni ixtisar elədim, sonra kvadrata yüksəldim. Başa düşdünüz yəqin ki. Yazın ona ki. Oldu mu? Nömrə 140. Sonra 141 də 12 midir? Neçəni? 142-yə gəlin baxaq. 141 deyə bilər. Yazmamısınızsa deyək də. Bə yazmamısınız niyə soruşmursunuz? Baxaq uşaqlar. A, B, C bucağında AD görsüz tənböləndir. Biz birlikdə tənbölən işarəsi nə cürdür? Bax, belə xətləri olanda birinci tənbölən.
Və burada da eyni qayda ilə bərabər yanlış bucaq. Bu tənbə olan alfa alfadırsa, eyni qayda ilə bu C bucağı da alfa olur. Sonra AD-ni DC-yə bərabər verib, ABC 60 dərəcədir. Bu təpə bucaq neçədir? 60 dərəcədir. Bizdən AD B-ni soruşur. ADB bucağı bax buradakı bucağı. İndi eyni qayda ilə 180-dən 60 plus alfanı tapsaq, bu bucaq nə qalar? Çıxar. Bayaqki kimi etiram. Bu xarici bucaq. Özünə qonşu olmayan iki daxili bucağın cəmi deyil. Deməli, bizim 120 çıxaq alfamız alfa plus alfaya bərabər. Mənfi alfa getmir. Mənfi alfanı keçdim sağ tərəfə, müsbət alfa oldu. 3 alfa bərabər 120-dirsə, alfa 40 dərəcə. Biz alfanı 40 dərəcə tapmışıq. 60 dərəcə bura, 40 dərəcə bura. Neçə eləyir? 100. 180-dən də 100-ün çıxsaq nə qalar? 80 dərəcə. Onda o dediyi ADB bucağı 80 dərəcə. Və yaxud da 120-dən elə alfanı çıxaq yazmışıq da ora. 120-dən 40-ın çıxanda 80 dərəcə. Başa düşdük? Ay sağ ol. Sonra 42. Baxaq görək. Yenə bərabər yanlıdır. Bərabər yanlış bucaqdır. Təpə nöqtəsindən nə çəkilib bu? A, B, C-dir. AB BC-yə bərabərdir. BD də median. Deməli, bu mediandırsa, həm tənböləndir, həm də hündürlük, həm də mediandır, yarı. Şöyle, bax, bura A-dırsa, burada A deyə bilərəm. Median qarşı tərəfi yarı bölür. B-dirsə, burada B deyə bilərik. Bu çəkilən median da M-lə ifadə edirəm, düzdür? ABD-nin perimetri. Baxın, ABD haradır? ABD. Buradakı üç bucağı görürsünüz. Bunun perimetri nədir? A üstə gələk B, üstə gələk M. 3 dənə tərəf. Neçə verir? 22. ABC perimetri deyəndə, ABC-nin perimetri, ABC bax böyük bucaqdır. ABC böyük bucaqdır. Yan tərəflər 2A, oturacaqlar 2B. 2A üstə gəl 2B-miz neçə verib? Uşaqlar, buradan 2-ni çıxarsam qarşı A plus B neçə olar? 14. Gətirib birinci tənlikdə A plus B-nin yerinə 14 yazsam, 14-ün üstünə neçə gəlsə 22 eləyər. Onda M-imiz neçə olar? 8. Elə bizdən də medianı soruşur. 8. Başa düşdük? Belə məsələlər verəndə ifadə eləyin A ilə B ilə dəyişənləri tapa bilərik. Yəni cəmi 8 olan o qədər ədəd var ki, da bilmirik hələ. Hər biri neçədir, amma bizə cəm lazımdır. Çinara, başa düşə bilirsənmi buradan? Onsuz uşaqlar sağ olsun. Hamı bir-bir soruşurlar. Sonra 43 yazmışıq. Sən yazmışsan? Perimetri 24 olan bərabər yanlış oturacağı. Bunu de görüm Həsən. Bax, perimetri 24. Oturacağı 6-dırsa. Yan tərəflərə nə qal layihəsi Həsən? Perimetri verib də 24. Bəli. 24-dən 6-sını çıxdı 18. Yarısı 9 bura. Elə yan tərəf soruşur, o da 9. Afərin, əyləş. 47-yə qədər qalıq olan varmı? 46-nın namik deyə bilərsə? Bərabər yanlı üç bucağın oturacağına çəkilmiş. Oturacağına çəkilmiş hündürlüyü 2 olub, bərabər yanlıdırsa, oturacağına çəkilmiş hündürlük, həm də nədir? Medianda. 2 olub. Yan tərəflə 60 dərəcəli bucaq əmələ gətirir. Uşaqlar, yan tərəfinin 60 dərəcəli bucaq əmələ gətirirsə, oturacaq neçədir? 30-un qarşısındakı katet 2-dirsə, 60-ın qarşısındakı katet nədir? Onda bu biri tərəfdə 2 kök dəyişir. Elə bizdən də oturacağını soruşur. Elə yan tərəf soruşsaydı,
Deyərdik ki, 30 dərəcə qarşısında duran katet PT-nizin yarısına bərabər. Onda yan tərəflər neçə olardı? 4. Yaxşı. 47-yə baxırıq, yaxşı. Bərabər tərəfli işbuzanın hər tərəfinin 20% artırsa. Uşaqlar, bərabər tərəfli işbuzanın tərəfləri adsa perimetr nə olur? 3A. İndi tərəfi 20% artırmaq. Bayaq A idi. 20% artıran nə olur? 1,2 olur. Da düzdür. Bir tərəfi A. İndi bir tərəf 1,2 atsa perimetr neçə olur? 3,6. Bayaq 3A idi. Kəmiyyətin dəyişməsinin faizlə ifadəsi. Əvvəlki qiymət 3 idi. Sonrakı qiymət neyinirdi kəmiyyət dəyişəndə? Böyükdən kiçiyin çıxırdıq. Bölürük birinci qiymətə. Alar getdi. 0,6-nı 100-ə vuranda 60. 60-ı da 3-ə böləndə 20. Deməli, tərəf 20% artanda perimetr neçə faiz artdı? 20%. Elə onda deyə bilərik ki, P bərabərdir 3A düsturuna görə. Tərəf neçə faiz artarsa, perimetrdə o faiz artar. Amma kvadratda sahələr nə cür artırdı? Tərəf 10% artırdısa, sahə kvadrata qədər artırdı da. Sonra davam edirik. 48 yazmamışıq. Baxaq görək. A-dır, B-dir, C-dir, A-dir mediandır, eləmi? Medianırsa, baxışlar, bura B-dirsə, bura da B-dir. AB BC-yə bərabər veribsə, BC neçə oldu? 2B. Onda bura da 2B. Gəlin burada bir dənə deyək, C. Bu da bizim üçün, AD bizim üçün nə olsun? Mediandır. AB üstəgəl BD. AB-miz nədir? AB-miz 2B. Üstəgəl BD. BD nədir? B. Bu ikisini cəmi verib 9-dursa. Uşaqlar, 3B-miz 9-sa, B-miz neçədir? Gəlin tapda, bura 3-dürsə, bura da 3-dür. Onda bura neçə oldu? 6. AC-nin də üstünə, AC-nin üstünə CD-ni gəlir. CD-miz neçə tapışdı? 8 elif. Onda bura neçəymiş? 5. Elə AC-ni soruşur da. 9 deyini məsələdir. Ay, sonra 50-yə baxırıq, eləmi? Bərabər yanlış bizan. Çinara yazmısan 50-ni? Hə, yazmışam. Neçə almısan? 100. Bərabər yanlış bizan. Oturacağına bitişibcə. Bəli, 40 dərəcədirsə. Burada 40 dərəcədir. 80. Qalır bura 100 dərəcə. Bəli, düzdür. 100-ə qədər vermişdi elə. 150-yə qədər. Qalıbımız qalmadı ki. Ayısı, növbətində bu gün verəcəyik sizə. Çinara, sənin əvvəldə qalıqların varsa soruş. Kömək edək. Ya da bu linki ataram sənə, baxarsan. İşte, baxarım.